Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Salam müəllimə. Salam Salam müəllim, müəllim. axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Yaxşı. Deməli, bu günləri sual-cavab olunacaq. Salur Qazan, bir də ki, Basatı sual-cavab edəcək. Testləri verməmişdim işləməyə, çünki hamısını verməmişdim. İndi kim işləyib, lap yaxşı. Səhvlərini amma gələndə baxacaq. Kiminsə sual olsun, gələndə baxılacaq. Kimlər iştirak etmək istəyirsə sual-cavabda, zəhmət olmasa, əlini qaldırsın. Mikrofonları yerdən açmayın. Zəhmət olmasa, kimin evində səs varsa mikrofonları açmasın. Niyə belə çox az müdavim əlini qaldırır? Niyə, müəllimlər? Səfurə müəllimə açın mikrofonu. Nəsib ola Səfurə müəllimə. Salam müəllimə, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Müəllimə, deməli Salur Qazan Şerif Məclisi qurmuşdu. Bəli. Orada neçə kafir qızı şərəf paylayırdı? Orada 9 bir də 90 rəqəminin təkrarlanması məsələsi var idi. Bu da onu göstərir ki, orada yəni əsasən eyni sözlərin təkrarlanmasından istifadə olunur. O siz də dərsdə demişdiniz. Və burada 9 kafir qızı, elə bil əlləri xınalı, köksü qızıl düyməli, saçları arxadan düyünlənmiş 9 kafir qızı şərab paylayırdılar. Qazanın 90 otaqlı elə bil kef məclisində. Yaxşı. Kafir qızları ümumiyyətlə əllərini xına qoyurdular. Bəli, əlləri biləklərinə qədər xınalı idi. Bəli, kafir qızların da əllərində xına olmuşdu. Yaxşı. Bəs Salur Qazanla Köklü Məliyə ortaq xüsusiyyət götürə bilərik. Əsir aldığı İkisi də qadını. şərab payladılar da, elə bir-birindən nisbət kimi əsir qadınlar şərab paylatdırmaq istəyirlər. Yaxşı. Salur Qazan nəyə görədir? Ümumiyyətlə Salur Qazanın təsvirini necə verərsiniz? Yadınızda Bir qalanları Tulu deyin. quşun balası, yazıqların ümidi, Amit soyunun arslanı, Qaracığın qaplanı, Qazan xan, Bayandır xanın göygüsü, Uruz xanın xanıdır. Belə bir təsvirlər vermişdi və Tulu quşun balası, belə bir şeylər var idi. Yaxşı. Salur Qazan nəyə görə deyir ki, gedək ova çıxaq? Yəni o qədər oturmuşuq ki, deyir, otura-otura yanımız ağrıdı. Gəlin abəylər gedək ova, quş quşlayaq, keyik, sığın vuraq, sonra gələk otağımızda kef məclisi quraq. Yəni belə düşünə bilərik ki, Salur Qazan savaş yox idi, kafirlər Ürəyi hücum belə deyir. bekarçılıq idi, hücum yox idi. Bekarçılıq idi. Ona Deyir görə ki, sıxılırdılar. Bəli, sıxılırdılar. Yaxşı, Salur Qazanın ilk dəfə ov təklifini kim təsdiqləyir orada? onu ilk dəfə qıyan Səlcuq oğlu Dəli Dondaz deyir ki, Bəlixan məsləhəti. Bir də qardaşı, oğlu həm də kürəkəni olan ikinci Qarabudaq təsdiqləyir ki, ağam Qazan məsləhətdir. Orada Aruz qoca da deyir ki, bəs Gürcüstan sərhəddinə gedirsən, kimi qoyursan? O da qeyd edir ki, 300 igidlə oğlumu qoyuram, amma əsir olanda 40 igidlə Uruz əsir düşür. Burada Salur Qazan deyir ki, 300 sözündən istifadə edib, yəni bəli. Salur Qazan. Yaxşı. Deməli, Təpəl Qaşqa. Kimin atı idi burada? Təpəl Qaşqa. Təpəl Qaşqa şeyin atı idi, qoybiçə deyil, Dəli Dəli Dondaz. Dondazın atı idi, bəli. Təpəl Qaşqa Dəli Dondazın atı idi. Yaxşı. Bəs Duru Ayğır kimin atı olur? Duru Ayğır. Yeynəyin idi, o da Qazana keşiş deyirdi.
Bəli. Bəs ağ atın sahibi kim olur? Ağ atın Şəmsəddin sahibi. idi orada, amma o birisi tərəfdə də ağ boz at gedir. Aha, yaxşı. Çox sağ olun müəllimə, təşəkkür edirik Sağ sizə. olun. Sonra davam eləyək Sona Musayeva. Açın mikrofonu. Sona Musayeva. Salam Bəli. müəllim, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun müəllimə. Sona müəllimə, deməli dedik ki, Salur Qazan sizcə ehtimal eləyə bilərik ki, nəyə görə ova yəni çıxmaq istəyir? Nəyə görə bezmişdilər onlar? Hə. Yəni dava yox idi, döyüş yox idi, evdə Belə oturmaqdan düşünə beşər bilərik də yox. hardasa artıq çoxdan edib O bekarçılıq qənaətə olub gələ yəni. bilərik, bəli. Amma kafir qızlarını, yəni belə düşünə bilərik. Əslində belə də olmaya bilər. Bəli, yaxşı. Deməli, Bir də Salur müəllimə, o hə, Deyiriyə 300 igidlə oğlunu evin üstündə qoymuşdu, amma əsir düşəndə 40-ı qalmışdı. Orada da belə qənaətə gəlmək olardı ki, evin üstündə yerdə qalan tutaq ki, 260-ı şəhid olmuşdu, ya nəsə olmuşdu, yerdə qalan İndi igidlərə. orada bir neçə yerdə deyir ki, orada Qazan xanın oğlu Uruz bəy 300 igidi ilə əli bağlı, boynu bağlı getdi. Kitabda bax qabağımdadır. Bir yerdə də verib onu. Sonradan da deyir ki, kafir gəlir orada deyir ki, Qazanın oğlunu 40 igidlə götürmüşük. Biz burada şifahi nümunədir də. Yəni buna çox müəllimlər görürəm çox şey eləyirlər. Belə də çox baxırlar. Şifahi nümunədə uyğunsuzluqlar da məntiqə. Bəli. Kesin Yəni o götürüşümünü götürüyor yoksa 300. ay müəllimə, onu sizdən heç kim soruşmaz. Kitabın özündə uyğunsuzluqdur. Yəni narahat olmayın. Çünki kafir orada bir yerdə də deyir axı. Qazanın oğlu deyir. Uruz bəy 300 igidlə əli bağlı, boynu bağlı getdi. Burada da daha doğrusu var. Belə cümlədə var. Deməli, sonra da kafir gəlir çobana deyir ki, 40 igidlə aparmışam. Salur Qazan özü orada 300 igidlə qoyub oğlunu. Yəni ona görə uyğunsuzluqlar var da şifahi nümunələrdə. Yəni bunu çox belə şişirtməyin. Yəni neçə illərdir müdavimlər siz kimi beləncə yəni baxırlar, maraqlanırlar. Yəni deyirəm vaxtınızı çox sərf eləməyin, onu demək istəyirəm. Bəli. Sonra müəllimə dedik ki, Duru Ayğır kimin atı olur? Duru Ayğır. Yeynəyin atı olub. Yeynəyin. Bəs Şir Şəmsəddinin atı? Şir Şəmsəddinki ağ at olubdu. Ağboz yazılar əslində ağ atda belə deyək. Çünki boz atda beyrəngi olubdu. Bəs Təpəl Qaşqa? Təpəl Qaşqa? Dəli Dondazın atı idi. Dəli Dondazın atı olur. Yaxşı. Bəs Ağam Qazan evinin üstündə kimi qoyursan ifadəsi kimi? Dayısı Aruz Qoca sual verir. O da deyir ki, oğlumu 300 igidi ilə qoyuram. Salur Qazan ümumiyyətlə hara ova getmişdi? Gürcüstan Aladağa getmişdilər də Gürcüstan sərhədinə. Gürcüstan sərhədinə. Sası dinli, yəni Sası dinli kafirlər adlandırırlar da. Sası dinli kafir deyəndə Sası din nə deməkdir ümumiyyətlə? Sası dinli kafir. Yəni müsəlman olmayan bir növ bu cür müsəlman, xristianlar. Kitabın arxasında da veriblər, xristian veriblər. Bəli. Sası dinli kafir. Yaxşı. Bəs alaca at deyəndə düşmən atlarını deyirdilər, yoxsa Oğuzların necə atlarını alaca at deyə? Bəli, buyurun. Əslində Qaraca at kafirlərin atı idi. Alaca. Alaca at bilənlər. Elə kafirlərin atıydı müəllimə. Bəli, kafir atını deyirlər. Deyir alaca. Altındakı alaca. Nə versən? Çobanla danışıq deyişəndə deyib, alaca atı nə versən? Keçimcə məzmənə. Hə, düzdür. Deməli, Aladağa ova getmişdilər. Kim gəlir Şöklüməliyə xəbər verir? Kafirin casusu gəlir xəbər verir. Kafirin casusu. Qazan xan yurdunda deyil olmadığını o gəlir xəbər verir. Aha. Yaxşı, Qazan xanın nəylərini aparırlar ümumiyyətlə, müsadirə edirlər? Qızıl dəvələrini aparırlar, 40-cı belli qızla Burla xatını aparırlar. Anası qara dəvə boynundan asılı gedir. Oğlunu 300 igidlə aparırlar. Tövlə-tövlə atlarını aparırlar. Aha, bəli. Tacirlərini. Bəs kim şəhid olur Qazanın evinin yağmalanmasında? İləç Qoca oğlu Sarı Salmaz şəhid olur. Ümumiyyətlə İləç Qozanın bir oğlu olur elə. Bir oğlu olur İləç Qozan. İndi gələcək dərsimizdə Basat olacaqdı. Basat da var. Yox, Basat yox.
Alpərəni. Bəli, bilir müəllim öz çaşdı, bilir. Alpərən. Bəli. İki dənə oğlu iştirak edir də. Biri ölür əvvəldən sarı salmaş, Qazanın evinin yağmalanmasında, biri də axırda iştirak edir. Biz görəcəyik Oğuz yiğidlərinin yanında. Bəli, Yaxşı. Alper. Kafir ümumiyyətlə kafirin düşüncəsinə görə Salur Qazanın Dərbənddə neçə min qoyunu var idi? 10.000 qoyunu deyir var. Bir heyfimiz Aha. qalıb. Kafirlərdən biri deyir ki, Qazanda bir heyfimiz qaldı. 10.000 qoyunu da deyir alsaq, ona böyük zərbə vurmuş olarıq. Bunu Ona kim deyir? görə Seçkin Məlikdir, yoxsa yox, kafirlərdən biri deyir. aha, kafirlərdən biri deyir. Bəli. Kafirlərdən biri deyir. Bəli. Yaxşı. Ümumiyyətlə Dərbəndə nə qədər kafir getmişdi? Nə qədər kafir gedib Dərbəndə? 600 kafir deyir atlandı, getdilər Dərbəndə. Aha. Bundan da həmin vaxtda gecə yuxuda Qaraca çoban qayğılı yuxu görür. Amma yuxusunu özü özlüyündə yozur, heç kimə demir. Sadəcə qardaşlarını oyadır. 3 yerdən təpə kimi daş yığır. Düşməni gözləyir də. Düşmən gələndə iki qardaşı da həmin döyüşdə şəhid olur. Daşı qurtarır, Sapanqatanın daşı qurtarır. Qoyun demir, keçi demir, artıq heyvanları atır onun üstünə. Bu zaman artıq düşmənin gözü qorxur. Deyir, arzusu gözündə qalsın, gəlin çıxaq gedək. Bir dənə də olsun, qoyun vermir onlara. Bəli, gözünü qorxuzur artıq. Çox sağ olun müəllimə, təşəkkür edirik sizə. Buyurun. Aytel İsayeva. Açın mikrofonu. Salam müəllimə, axşamınız xeyir. Bəli. Hər vaxtınız xeyir. Müəllimə, ümumiyyətlə çoban, Qaraca çoban öz yuxusunu yozur özlüyündə, kiməsə danışır. Bunu qardaşına danışır Qara Günəyə, o da yozur bu Yox, yuxunu. Qaraca çobandan söhbət gedir. Qaraca çoban belə yozur və bilir ki, başına iş gələcək. Bəli. Sonra gəlir elə bir düşmənləri, orada Qaban gücü və Dəmir gücü adlı iki qardaşı şəhid olur. Onları basdırır və deyir ki, Qazan harda qalmısan? Sənin Yaxşı. yoxdur. Ümumiyyətlə kafir gəlib deməli necə dilə tutmaq istəyir çobanı? Necə dilə? Əgər sən versən, yəni qoyunları, biz sənə bəylik statusu verəcəyik. O da deyir ki, sən heç yəni itimin yediyi yemək qədər də deyilsən də, yəni heç ona layiqsən. Alçaldır da itim kafir. Alçaldır, bəli. İtimdir kafir. Yaxşı. Kafir. İndi burada da Qazan biz çobanın dilində də deyirik ki, altındakı avaca atını nə öyrərsən. İndi burada çobanın qarşılaşdırması var. Öz keçisi ilə kafirin nəyini qarşılaşdırır burada? Keçi ilə nəyini qarşılaşdırır müəllimə? Burada deməli keçi ilə Müəllimə Atını müəllimə. atını qarşılaşdırır. Onda qoyun Aysel müəllimə, buranın müəllimlər desinlər, siz qulaq asın, öyrənin həm də. Məmmədova Leyla, açın mikrofonu. Deməli, öz çoban, keçi ilə nəyə qarşılaşdırılır? Qarşılaşdırın müəllimlər eşitsinlər. Tamam. Deməli, düşmənin alaca atı ilə öz alabaşlı keçisini qarşılaşdırır. Daha sonra düşmənin dəbilqəsi ilə öz börkünü, düşmənin nizəsi ilə öz dəridən papaq olub, börk. Qurbanəli bəydə də var bu börk söhbəti, orada da var. Bəli. nizəsi ilə dəyməyini, düşmənin qılıncı ilə çovkanını, sonra da Qılınc, çövkan, qılınc, çövkan. Səslərlə bunları uyğunlaşdırın. Qılınc, çövkan. Bəli. Daha sonra da 90 oxu ilə alaqollu öz sapandını qarşılaşdırır. Sapand da bilirsiniz də, o vaxt biz Cavadda rezinka deyirdik ona. Sonra raqatka, şəhər yerində raqatka deyirdilər. Belə atırdığını, daşı qoyub atırdığını. Həm də oxu da belə atırlar da, bilirsiniz də, belə atmaqla uyğunlaşdırır. Bəli. Sonra müəllimə. Buyurun. Tamam. Artıq burada deməli bir də deyin, o hissələri bir də deyin. Börklə, öz börkü ilə düşmənin dəbilqəsini, dəyənəyi ilə düşmənin nizəsini, çovkanı ilə düşmənin qılıncını, alaqollu sapandı ilə 90 oxunu, orada da öz alaca atı ilə düşmənin öz keçisini. Deməli qarşılaşdırır, küçüldürdür da, düşməni küçüldürdür. Yəni öz əslində düşməninki peşəkarcasına hazırlanmış silah sürsat idi.
Amma bununcu sadəcə olaraq yəni belə peşəkarcasına hazırlanmamışdı, amma küçüldürdü əslində. Bəli, küçüldür. Yaxşı, müəllimə. Bu çobanı gəlir, salır qazanda, səsləyir. Kafir də səsləyir. Bunları necə fərqləndirsinlər müəllimlər? Onlara izah edin. Necə fərqləndirsinlər? Çobanı kafir də səsləyir, salır qazan da gəlir deyir. Qaranlıq axşam olanda. Hə, deyin görək. Orada Hə. südü bol qaymaqlı çobanı kafir deyir ki, yəni dilə tutmaq məqsədi ilə. Amma qaranlıq axşam o birisini isə Qazanxan özü deyir. Qara ilə yağış olanda o da ocaqlı çoban. Bunu isə Qazan. Hə, Qazanxan deyir. Yəni kafir onu deməkdə məqsədi o idi ki, dilə tutmaq. Yəni deyir ki, bizə salam ver, səni bəylik verək. Ona görə burada ona bir növ tərifnamə kimi deyir də. İndi bəylik məsələsində Şöklü Məlik göndərmişdir bu sifarişi. Yoxsa kafir Oradakı kafirin yəni döyüş olmasın, 10.000 qoyunu versin də. Amma o da razılaşmır. Hətta təhqir eləyir ki, yəni itdən fərqin yoxdur da, itimdən bir fərqiniz yoxdur. Bu şəkildə. Bəli, bəli. Çox sağ olun müəllimə, təşəkkür edirik. Aysel İsayeva, açsın siz mikrofonu. Bəli. Müəllimə, burada ümumiyyətlə çoban kafirə bir dənə də olsun toğlu vermir, düzdür? Yəni qazanın malından heç nəyə vermir, öz canından, qanından qardaşları həlak olur, amma yəni ağasına sadiq olur da, belə deyək. Yəni ona verilən, yəni ona etibar olunan belə deyək mallara o yəni sadiq qalır. Yaxşı. Bəs orada öz yarasını necə? Bir də qardaşları ümumiyyətlə necə öldürülür? Qılıncdan mı öldürülür, başı kəsilir, çobanın qılıncları? Necə? Oxla öldürülür. Oxla öldürülür. Bəli, həm də şəhid olurlar. Şəhid olurlar. Bəli, şəhid olurlar. Bəs orada çoban hansı tədbirləri görmüşdü? Ümumiyyətlə Orada o çoban yerdə qayası, daşlardan düzəltmişdi ki, o düşmənlərə atsın 3 yerdən. Yəni yuxunu görəndən sonra bu tədbirləri gördü Bəs qardaşları öləndən sonra öz yarasını necə sağaldır? Yarasını sağaldır. Necə sağaldır yarasını? Yarasını deməli Yapıncısından kəsir, Durumunu bastırır yarasını. Bəli, yandırır. Xalq təbəbətindən istifadə edir də burada. Qurumunu basır. Bəli, bəli. Yaxşı, müəllimə. İndi Qazan xan yuxu görür, Aysel müəllimə. Qazan xan yuxu görür. Nə görmüşdü Qazan xan yuxuda? Qazan xan görmüşdü ki, əlindəki quşu hansı şahin gəlir aparır. Hündür evin üzərində göydən ildırım çaxır. Sonra qatı qara duman bürüyür düşərgəsini. Quduz qurdlar evində uluyur. Sonra qara dəvəsini kimsə qapır, bunu görür. Qara dəvə deyir, ənsəmdən qapdığını gördüm. Sonra qara saçı qar kimi ağardı. Gözü örtündü. Qara saçım deyil, qarğı kimi uzanır. Qar kimi ağarır, yoxsa qarğı kimi uzanır? Yox, qarğı kimi uzanır qara saçı. Aha, yaxşı. Sonra bəs barmaqlarını necə görür? Deyir, əllərimdəki qan içində görür barmaqlarını. Qan içində görür barmaqlarını. Bunların hamısını Qaragünəyə deyir. Düzdür? Qardaşı Qaragünə. Bəs Qaragünə necə yozur? Sona kimi yozulur Qazanın yuxusunu? Yox, deyir qara bulud dediyin sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qoşunundur. Saç sayğıdır, dərddir, sərdir. Və deyir ki, qalanı da Allah yozsun. Yəni belə nəsə başına gəlib də artıq. Bəli, Qaragünə bildi ki, artıq nəsə burada düzgün hadisələr, nəsə də başqa bir şeylər var. Ona görə sona kimi yozub onun ürəyini, bəli, üzmək istəmir. Aha, yaxşı. Sonra, deməli,
Qazan xan nə deyir oradakı igidlərə? Aha. Nə İgidlərə deyir deyir orada? ki, Deyir, mən mən gedirəm, gedirəm, qayıdıram. deyir, siz də ovumu pozun. Nə deyir orada? Nə məsləhət Deyir, yox, görür? ovumu pozmayın, mən gedirəm. Əgər Aha. görsəz ki, mən qayıtmamışam, onda mənim arxamca gələrsiniz. Qazan xan təxmini neçə günlük yol gedəcəkdi ki, onu bir günə gedir orada. Deməli, 3 günlük yolu Üç o bir günlük. gün gedir. 3 günlük yolu. Aha. Bəli. Ay, yəni düşünmüşdü ki, sağ-salamatçılıq olsa, yenə geri qayıdacaqdır. Düzdür Qazan xan? Bəli, bəli. Sağlamatlıq Amma deyir, olsaydı, əgər qayıtmasam, mənim dalımca gələrsiniz. aha, bəli. Yaxşı. Çox sağ olun müəllimə. Belə cəsarətli olub mikrofonu açdığınız üçün təşəkkür edirik Sağ sizə. olun. Sağ olun. Türkan Həmidova. Buyurun müəllim. Buyurun. Danışım Miqlər müəllim. xüsusən danışsınlar. Bax, miqlərə deyirəm, hökmən miqlər danışsınlar. Miqlərə məsləhət görürəm, danışsınlar. Türkan müəllimə, buyurun, Bəli, suallar müəllim. verəcəm mən sizə. Aha, buyur. Qazan xan gəlir yurduna. Gəlir görür, nə görür yurdda? Nə ilə Gəlir ki, qarşılaşır? Hə, tazı qalıb, bir də quzğun dolaşır. Deyir ki, qohum əqrabalı yurdum deyir. Anamın oturduğu yerin nişanəsi qalıb. Oğlum Uruzun deyir, ox atdığı yerin izi qalıbdı. hı. Sənə nə olubdu? Səni niyə kim bu günə salıbdı? Yurt necə xəbər versin Sevmənlə. və Aha, gedir aha. Hə, kafedə buyurun müəllimə. gedir. Buyurun. Axşamınız xeyir. Üzrü sən sözünüzü böldüm. Orada Hə. igidlərə deyir, yoxsa qardaşına deyir ki, mənim arxamca gələrsiniz? İgidlərə Orada, deyir. Dərə deyir. aha. Baxın, bir də dəqiqləşdirin. Müəllimə qaranlıq Qara qalıb. günəyə İgidlərə deyir. deyir müəllimə, Qara igidlərə. günəyin özünə deyir, yuxunu yozandan sonra ki, mənim pozma, ovumu pozma. Mən 3 günlük yolu bir günə gedərəm. Amma görsəz ki, məndən xəbər Qoşunumu dağıtmır. hə, Qonur atıb tapıb 3 günlük yolu bir günə gedərəm, yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Hə, oradakılara sağ-salamat deyilsə, başınıza çarə edin. Hə, sənin sözünü işlədir də orada. Sənin sözünü işlədir. Bəli. Bəli. Yaxşı. Hə, Türkan müəllimə. O, bəli. Gedir Yurdu ilə görür ki, soraqlaşır. Daha sonra hə, yurdu ilə tamam. soraqlaşır, görür ki, yurd cavab verə bilmir və gedir, düşmənin izi ilə gedir, qabağına bir su çıxır və fikirləşir, deyir ki, su Allahın üzünü görmüşdü və sonra sual verir ki, deyir, ağac gəmilərini deyir, atıb tutan deyir su. Müəllimə, Həsrəti deməli, su, ay, gedir birinci yurdu ilə aha, qarşılaşır. bəli, yurdu ilə Yurdu ilə qarşılaşır. qarşılaşanda nə var idi yurdunda? Görür ki, tazı qalıb. Ümumiyyətlə, onun yurdu nəylərə qonşu idi? Salur Qazanın yurdu. Sığınla Keykə deyir qonşu olan yurdum. Orada elə bir ifadə Aha, var. Sığınla Keykə bəli. qonşu olan yurdum deyir. Qohum qəbiləli yurdum deyir. Anamın oturduğu yerin deyir nişanəsi qalıbdı. Oğlum Uruzun Aha, deyir ox atdığı yerin nişanəsi qalıb səndə. Səni kim bu bəli, günə atdı? bəli. Daha sonra İndi gedir. su ilə salamlaşanda, xəbərləşəndə orada hansı İslam deməli Su Allahın üzünü görmüş. şəxsiyyətlərin adını çəkir? Kimlərin Su adını çəkir Allahın orada? üzünü görmüşdü. Su ilə xəbərləşir. Həsən ilə Hüseynin adını çəkir. Ayşə ilə Fatimənin adını çəkir. Daha Aha, sonra deyir ki, atlar gəlib səndən su içibdi. Qoyunlar sənin deyir ətrafında yatıbdı. Dəvələr deyir sənin gəlib üstündən keçibdi. Gəmiləri deyir böyük gəmiləri deyir içində üzə su və sudan da bir xəbər çıxmır. Daha sonra qabağına gedir və qabağına bir qurd çıxır. Və aha. qurdla xəbərləşir. O da burada deyir ki, yəni fikirləşir ki, qurd üzün nurludur, deyir qurddan bir xəbər alın və qurddan da xəbərləşir. Deməli, Qazan xan böyük bir ümidlə, yəni bunlardan xəbərləşmək istəyir ümidlə də. Yəni qurdun da hətta deyir üzü nurludur. Düzdür? Bəli, Tamam. bəli. Yaxşı. İndi məsəl üçün deyir ki, burma axta kök qoçları atıb tutan. Bu qurddur Burada yoxsa deyir, köpəkdir? yox, qurdan müraciət eləyir, Bəs orada deyir. gecə çobanları əllərində məşəl Məşəllə dolaşdıran. orada qurda deyir ki, yəni qurda görə çobanlar əlində məşəllə gəlir. Ulaşması köpəkləri təşvişə salan. Qurda deyir, onu da müəllim, onu da qurda deyir. Sonra deyir ki, qanlı quyruq deyir görəndə şapşaq udan, onu da qurda deyir. Aha, yaxşı. Şeydə amma Şəhriyar deyir ki, Heydər Babaya salam poemasında. Deyir ki, orada deyir qoyunlar deyir, badiyalarda deyir südlər aşıb daşır. Orada səbəb var.
Badiyalarda südün aşıb daşmasına səbəb nə olur Şəhriyarda? Heydər Babaya Salam poemasında. Bir qurd qocalıb da artıq onlara hədə qorxu gələ bilmir qoyun quzuya ona görə. Yaxşı. Deməli, deyir, ayran içmək məsələsi var burada. Ayran məsələsi. Qaraca çobanın köpəyinə deyir ki, deyir qaranlıq olanda deyir haf-haf yürürsən, tuş Aha. ayran içəndə deyir şap-şap içirsən deyir, yadları, Bəli. oğruları deyir, İndi burada qoymursan gəl. Qaraca çobanın köpəyini vurmur orada. Vurur, İtələyir bəli, ayağını. bəli. Aha. Köpək atın İtələyir. ayağının altında zingildəyir, ayağına dolaşır və o da qamçılayır, vurur onu. İndi Bəli. hansı İslam şəxsiyyətlərin adı çəkildi? Su ilə salam. Həsənlə Hüseynin, Ayşə ilə Fatimənin. Bəli, onların İslam şəxsiyyətlərinin adları çəkilir. Yaxşı. İndi müəllimə çobanla qarşılaşır. Çobanla qarşılaşanda ümumiyyətlə Salur Qazan çobana necə təpki göstərir burada? Təşəkkür edirmi? Onun yəni Yox, müəllimə birinci deyir ki, o da kafir dediyi kimi deyir ki, qaranlıq axşam olanda qayğılı çoban deyir, sonra qarla yağış yağanda deyir, ocaqlı olan çoban deyir. Mənim deyir, evim deyir, buradan keçdiyini görmüsən. Onda da çoban ona deyir ki, bəs ölmüşdünmü xam dünən yox o birisi gün, sənin elin oban deyir, buradan köçdü, arvadın dünən yox o birisi gün. Dünən yox o birisi gün, düzdür? Bəli, bəli, mən Dünən elə yox o birisi gün. Deməli Qazan xan nə zaman gəlib çatmışdı 2 gün yurduna? sonra da elə bil ki, bir günlük gəlmişdi, bir gün həmin günü hücum eləmişsə, səhərsi gündə gəlmişdi elə bil bir gün. Aha, yaxşı. Sayılır. Aha, yaxşı. Burada çoban deyir. Həm də hətta deyir ki, 40 igidlə oğlum Uruz. Çobanın da nitqində var. Burada 40 Bəli. məsələsi çobanın da nitqində var. Anan qara dəvə boynunda deyir getdi, deyir asılı getdi. Burla xatun deyir 40-cı belli qızla əsir getdi. Dəvələrin, atların deyir getdi. Qızıl gümüşün, var dövlətin deyir evlərin deyir talan oldu. Hamısını deyir apardılar buradan. Hardaydın deyir, ölmüşdünmü, qalmışdınmı? O belə deyəndə deyir Qazan bir ah İndi çəkir. müəllimə, çoban burada neçə yerdən yaralanmışdı kafirlə döyüşdə? 2 yerdən yaralanmışdı, mən 2 yerdən yaralanmışdı və yarasında yapıncını kəsib yandırır. Həm də Salur Qazanı günahlandırır, deyir sən imansızsan. Hə, deyir ki, imansızsan, deyir mən dediklərimə yəni inanmazsanmı ki, mən sənin deyir bir deyir Sən deyir köksündə bir deyir arıq iman. deyir, bir arıq İman deyir, yoxdur mu? deyir düşmənə vermədim deyir. Qardaşlarım şəhid oldu, özüm 3 yerdən yaralandım deyir, amma qoymadım ki, bir kök toxlunu deyir, arıq toxlunu, kök qoyununu götürüb aparsın düşmən. Birini belə Yaxşı. onlara. Deyir ki, indi çoban burada deyir ki, 300 kafiri öldürdüm. Yəni qoyunların arxasınca gələn 300 kafiri öldürüb. Qoyunların arxasınca Dərbəndə nə qədər kafir gəlmişdi? Bayaqları müəllimlər dedilər. 600 kafir gəlmişdi, 300-ünü Qaraca çoban Bəli. sapanında öldürmür orada. Bəli, 3 yerdən də yaralanmışdır. Həm də deyir ki, sənə Qardaşlarım dərdli başım şəhid oldu. sənə qurban olsun. Dərdli başım deyir. Qardaşlarının şəhid olmasını Bəli. nəzərdə tutur orada. Bəli, dərdli deyəndə yəni qardaşları şəhid olmuşdu. Yaxşı, Türkan müəllimə, bunu da deyim bir dənə. Elə deyir, siz öyrənə bilmirəm. Neçə gündür şikayət edirsiniz, öyrənmişsiniz, görürsünüz. Yaxşı. Deməli, indi burada Salur Qazandan çoban nə istəyir? Deyir, nəyini ver mənə kafirin üzərində? Atını istəyir onu, sonra oxunu istəyir, nizəsini istəyir. Sonra qılıncını da istəyir, ondan qılıncını istəyir. Deyir ki, ver, mən gedim deyir, ölərsəmsə deyir, qoy. Qalxan, bir də sayaq, qalxan. Birinci qonur atını istəyir, atını istəyir, daha sonra qalxanını istəyir, qılıncını istəyir, nizəsini istəyir, yayını istəyir. Aha. Bunları istəyir, müəllimə. Hə, bunları istəyir. Deyir ki, əgər ölərsəmsə qoy sənin uğrunda ölüm. Allah qoysa deyir, evini mən xilas verəmiş kimi sayılım da. Bəli, həmi deməli qardaşlarının qisasını da almağı düşünürdü də çoban. Onu sonradan Bəli, sonradan deyil, amma çox sağ olun müəllimə, təşəkkür edirik sizə. Davam eləyin, yaxşıdır. Sonra görək müəllimlərdən Səma. Buyurun Səma. Adı yazılmayıb, Səma Əliyev olmalıdır. Salam, axşamınız xeyir müəllim. Hər vaxtı siz dünən qoşulan müdavimsiz. Xeyir müəllim. Hə, yaxşı müəllimə. Səma müəllimə, deməli Salur Qazan nəyə görə çobanla istəmir ki, çoban ondan kafirin üzərinə keçsin? Yəni Deməli, fikirləşir ki, oğuzlar deyər ki, ancaq Qaraca çoban olmasaydı Qazan qalib gələ bilməyəcək düşmənlərə. Yəni özünü Oğuz... alt təbəqədə olan insanın yanında geçsin deyə.
Bəli. Bəs necə olur ki, razılaşır sonda çobanı da özündən götürüb aparır? Çobanı bağlayır ağaca, sonra çoban ağacı çıxardır yerindən, ardınca gəlir və deyir ki, sən getsən, açsan sənə yemək hazırlayaram. Bu sözləri deyəndən sonra deyir ki, sən də gəl. Deyir Aha. ki, qardaşlarımın heyfini almağa gedirəm mən. Sən Aha. öz ailəsindən. Bəli. Yaxşı. Çoban çobana nə təklif eləyir orada? Salur qazan. Nə hansı vəzifəni təklif eləyir? Qardaşlarımın başçısı. Bəli. Əmraxurluq təklif eləyir də. Bəli. Yaxşı. Müəllimə, ümumiyyətlə Burla xatun. Cəsur idi, şökürlük. Danışım o hissəni. Bəli, Burla xatun özünü necə ləyaqətli belə xanım kimi apara bilirmi? Bəli, apara bilir. Aha. Burla xatuna kim xəbər verir ki, tədbir görmək istəyir düşmən? Sonra qızlara kim xəbər verir? Uruza kim gətirir xəbəri? Buyurun. Özü Şöklü Məlik danışanda eşidir, kafirlər danışanda eşidir ki, bəs Burla xatuna badə paylatmaq istəyirlər. Burla xatun da bu söhbəti biləndən sonra gəlir 40-cı belli qıza deyir ki, kimsə deyirsə ki, Burla xatun kimdir, 40 yerdən səs verin. Bu demək vəziyyəti aradan qaldırır. Kafirlər gəlib sual verəndə Burla xatun kimdir? Cavabında bilmirlər də Burla xatun kim olduğunu. Daha sonra kafirin biri deyir ki, gedin Uruzu çəngələ asdırın, onun ətini. Yəni bu tədbiri Burla xatun görmüşdü də öncədən xanımların. Özü də eşitmişdi, gəlib qızlara demişdi. Bəli, özü eşitmişdi, gəlib qızlara demişdi. Bəli. Və Uruza da gedir xəbər verir. Uruza xəbər verir. Uruza necə xəbər verir? Hansı formada Uruza xəbər verir? Nə deyir? İki dənə fikir bildirir Uruza. Bu Uruzu çəngələ taxma məsələsində. Deməli, orada deyir ki, mən sənin ətini yeyimmi, atanın namusunu yerə salınmı, yoxsa nə idi ay Allah? İki fikir qarşısında qaldı. Deyir, sənin deyir ətini yeyim, yoxsa atanın namusunu yeyim? Namusunu yerə salım. Burada artıq Uruz əsəbləşir. Deyir ki, dilin qurusun ana. Bu sözü heç deməyərdin. Mən ölsəm, qızlar bir yeyəndə sən 5 ye, amma atamın namusunu, qeyrətini yerlərə atma. Belə. Yəni Salur əslində Uruz əsəbləşir də, hırçınlaşır burada ki, necə olur sən gərək anasını çox istəsə də, yəni namusu, qeyrəti daha üstün tutur. Bəli, yəni Uruza görə anası bu iki fikri bildirməməli idi əslində. İlk öncə oğlunun ölümünə razı olmalı idi. Yəni Uruzun biz fikrindən belə başa düşürük ki, yəni ən birinci atasının namusu. Yəni Uruz özünü düşmən belə deyək də dustaq olanda ləyaqətli obraz kimi apara bilir, övlad kimi apara bilir. Bəli, yəni bəli, yaxşı. Orada keçmiş günlərimi nə andırırsan? Bu kimin nitqidir? Keçmiş günlərimi deyir, nə andırırsan? Keçmiş günlərimi. Uruz deyir ona. Uruz deyir. Nə deyir? Anasına nə təklif eləyir Uruz? Nə təklif eləyir? Orada təklifi var anasına. Deyin görək. Hansı müəllim idi danışan? Səma müəllim. Niyə ağlayırsan? Niyə zırıldayırsan? Müəllim orada yəni deyir ki, yəni təzə bir övlad dünyaya gətirin də o təklif edir. Dünyaya gələr də məndən biri də olar, amma namusun, qeyrətin, yəni atamın əsas canı. Bəli, yaxşı. Çox sağ olun müəllimə, təşəkkür edirik. Turanə Cəfərzadə. Müəllimə, digər müəllimlərə də verəcəm söz. Biraz səbirli olun. Bu gün olsa sual-cavabdır. Turanə Cəfərzadə. Açın mikrofonu. Bəli. Deməli, müəllimə, indi Uruzu gətirirlər Qənarə dibinə. Qənarə də bilirsiniz də, o ətləri kəsirlər. Caynaqdır da, caynaq. Qarmaqdır, caynaqdır, nədir? Asırları o deməkdir əslində. Yəqin nəsə ağacdan asırlar onu, sancıblar. Deməli, Uruz orada ağaca hədə qorxu gəlir, hədəliyir ağacı. Ağac ümumiyyətlə, ağacdan nə kimi istifadə olunmuşdur ki, ağac həmin bu ağac nələrə vəsilə olmuşdur? Onları bizə deyinsiniz orada. Məkkə ilə Mədinənin qapısı ağac.
Aha, Sonra Şeyx Əlimin əsası ağac, böyük-böyük suların körpüsü ağac, aha, Əlinin düldülünün yəhəri ağac, aha. sonra qılıncın dəstəyi Bəli. ağac, Aha. nəhəng gəmilərin, dənizlərin gəmisi ağac. Yəni cəmi. Yəni səndən deyir asarlar, götürmə ağac, götürsən Bəli. igitləyim səni tutsun ağac. Bəli. Bir də deyək Turanə müəllimə. Buranı bir də deyək. Bir də Məkkə ilə deyək. Məkkə ilə Mədinənin Qapı. qapısı. Qısa Aha. deyək. Qapı. Aha. Qapı. Ağa- Sonra Əsar, körpü, əsar, körpü, körpü, yəhər, gəmi, gəmi. bir də qılıncın dəstəyi. Aha. Əlinin qılıncının qını ilə dəstəyi ağac. Hı. Deməli, gəmi, körpü, əsar, Əsar, qapı. qapı, Bir də nə? yəhər, qından dəstə. Aha. Bəli, Qılıncın müəllimə. dəstəyi ilə qın. Bəli, yadınızda saxlayın. Deyir ki, məni götürmə. Assalar əgər məni səndən götürmə deyir. Bəli, yaxşı. Uruz burada ağlayır ümumiyyətlə. Bəli, Ağlayır hönkür burada. ağrıyır deyir, yanıq Hı. ciyərini dağladı. Yəni urus hönkür-hönkür ağlamağa başlayır. Bu vaxtda Salur Qazan, Qaraca çobanla çaparaq gəlir. Gəlir. Görür ki, Müəllimə, Bəli. Qaraca çobanın deyir, atdığı daşda deyir, nə qədər deyir, ot bitməzdir. Sapandı, nəydən idi ümumiyyətlə? Qaraca çobanın sapandı. Sapandı. Hə. 12 Sapandığının batmandan daşlığı. ağırlığındaydı, onu deyirsiniz. Hə, 12 Hə. batman deyir daş ağırlığındaydı. 3 ilədək atdığı yerdə 3 ilədək ot bitməzdi. 3 yaşar dana dərisindən nə idi? 3 yaşar dana. Daşlığı 3 yaşar danlı dərsindən, qolluğu isə 2 keçi tükündən. 3 keçi tükündən idi. Keçi Aha. tükündən. Bəli. Hər atanda atanda 12 batman daş atardı, hə. bəli, atdığı daşda yerə deyir, İlədək o yerdə düşməzdi. Toz kimi sovrulardı. Bəli. Deyir, atdığı daşda toz kimi, yəni toz kimi sovrulardı. Qaracünə də qara daşı kül eləyir. Deməli, bu da qara daşı kül eləyirmiş. Yəni toz kimi sovrularmış da hər nəsə. Yaxşı. 3 ilədəkdə atdığı Ot bitməzmiş. ot bitməzmiş. Yəni o qədər sobanı burada qabardırlar da, yəni möhkəm, güclü. Bəli, bizə təqdim edirlər. Bir də Yaxşı. Ayşin müəllimə, Hə. burada Uruz iki yerdə ağlayır. Bir anası ilə söhbətdən sonra ağlayır. Bir də ki ağacın dibində olarkən ağlayır. Aha. Yəni o da Bəli. qarşın testlərdə düşür. Aha, lap yaxşı müəllimə, çox sağ olun, təşəkkür edirik. Bəli. İndi Turanə müəllimə, bu Bəli. nəyə görə birinci anasını Qazan xan anasını istəyir? Anasını Demirdi ki, istəyir. demirdi ki, döyüşdə kafirin döyüş zamanı atların ayağının altında qalsın. Ona görə birinci anasını istəyir ki, anasını Dədə götürsün, Qorqud sonradan döyüşə dastanında başlasın. ümumiyyətlə bədii həlli verilən problemlərdən biri də budur. Ana haqqı, Tanrı haqqı, Həsən ideyası. Bəli. İndi orada Salur Qazan kafiri elə bir ki, dilə tutmaq istəyirdi də əslində. Deyirdi, döyüş olmayacaq. Anamı verir. Deyir qızıl taclı evlərim sənin olsun. Yəni xəzinəm, bol gümüşüm, gətirdiyin atlar. Yəni Burla xatunu belə deyir ki, sənin olsun, amma anamı mənə ver. Çıxıb gedəcəm də, yəni geri dönüb gedəcəm, amma əslində niyyət o deyildi də, sadəcə istəyirdi ki, döyüş zamanı ayaq altında qalmasın. Aha. Bəli. O da orada da deyir ki, qızıl taclı evini biz gətirmişik, Burla xatunu biz gətirmişik, bizimdir. Qarıcı qananı gətirmişik, bizimdir. Onu yayxan keşiklə evləndirərik. Ondan bir oğlu olaraq səninlə döyüşər də, yəni səni əvəz qoyarıq, yerinə qoyarıq. Bəli. Onda Qaraca çoban deyir, acığı tutur, deyir ki, o artıq nə idi? Qazanın anası deyir, yəni qarıyıb da deyir, oğul verir. Qarıyıbdır da, yəni o şeydir, ondan da yəni oğul verməz. Qazan xanın anası qocalıb, ondan deyir oğlu olmaz onun. Aha, çox sağ olun müəllimə, təşəkkür edirik. Zeynalova Ulduz. Zeynalova Ulduz, açın mikrofonu. Hə, açırsınız müəllimə.
Zeynalova Ulduz. Axşamınız Hə, xeyir. hər vaxtınız xeyir müəllimə. Deməli müəllimə, Oğuz igidləri Qazan xana burada köməyə gəlirlər. Ümumiyyətlə Qazan xan burada abdəst alır, harda alır? Anasını istəməmişdən qabaq alır, yoxsa Oğuz igidləri gələndən sonra abdəst alır burada? Müəllim, döyüşə başlamamışdan qabaq öncə anasını istəyir, daha sonra abdest alıb, dəst namazını alıb namazını qılır. Aha. Deməli burada hacət məsələsi var, hacət namazı. Tanrıdan hacət istəyir. Burada var belə bir şey Salur Qazanda. İcazə namazı alır və qılır da bəli müəllim. Yox, hacət sözü var burada. Burada hacət var müəllimlər. Yox, hacət. Müəllimə yoxdur, hacət Sadəcə sözü. 2 rükət namaz qılır. Döyüşdən qabaq 2 rükət qılmaq olar. Bütün Bəli. Oğuz igidləri gəldikdən sonra birlikdə hamı yetişir, birlikdə təmiz suda yuyunurlar, 2 rükət namaz qılırlar, adı Gözəl Məhəmmədə salavat gətirirlər. Aha. Bəli, adı Gözəl Məhəmmədə salavat var deməli. Bəli, Ulduz müəllimə. İndi siz bizə deyin görüm, Qaradaşı kül eləyən kim olur? Qaradaşı kül eləyən. Qaragünə, qardaşı Qaragünə. Qaragünə. Sonra Dəmir qapı Dərbənddən qapını gətirən. Dəli Dondaz. Müəllim, olar bir Dəli şey. Dondaz. Orada qafiyədə dediniz, Səcili Nəsir var, budur orada. Dəmir Bəli, qapı. bunlar. Yəni, Bəli, yəni əvvəl nəzm formada olub, sonradan nəsilləşdiriblər. Katiblər üstünü köçürdəndə ona görə biz qafiyə hiss edirik burada, səcli nəsr hiss edirik. Bəli, yaxşı. Müəllimə. Burada bu ardıcıllıq suallarda düşür, belə ardıcıllıqla kimlərin gəlməsi. Yox, bunların gəlməsini salmazlar heç vaxt. Yəni belə bu testlərdə var, ortada gəzən testlərdə var. Bəli. Sonra müəllimə, Oğuz ağsaqqalları Ulduz müəllimə onu deyəndə, görəndə əhsən deyir. Hansı obrazdır? Qaragünə oğlu Qarabudağı. Qarabudaq. Bir də necə təqdim edərdiniz Qaragünə oğlu Qarabudağı? Necə təqdim edərdiniz? Məhməd şalvarlı, atı mavi qotazlı. Qotazlı. Dəli budaq deyirlər mən. Bəli, kafiri it ardına qoşan kimdir bəs? Hansı obrazdır burada? Kafiri it ardına qoşan. Sür Şəmsəddin. Yox, kafiri it ardına Alpərəndir, Alpərən. Oğuz elinin müjdəçisi. Oğuz elinin müjdəçisi. Beyrək, Bamsı Beyrək. Aha. Oğuz elinin müjdəçisi Bamsı Beyrəkdir. Yaxşı. Ağməliyin Çeşmə qızı ilə evlənən. Sufi Sandal Məliyə, yox, Sufi Sandal Məliyə qan qusturan. İləç Qocanın oğlu. İləç Qoca oğlu. Alpərən. Alpərəndir. İləç Qocanın sonra hansı oğlu burada iştirak eləmişdir? Niyə boyun sonunda yoxdur həmin oğlu? Şəhid olmuş. Sarı salmış, sarı şəhid olmuş. Deməli, kafiri it ardına qoşan, Sufi Sandal Məliyə qan qusturan, Ağməliyin Çeşmə qızı ilə evlənən kimdir? Müəllimə, Ulduz müəllimə? Alpərəndir. Bəli, Alpərəndir. Yaxşı. Oğuz elinin müjdəçisi kimdir? Müəllimə, Oğuz elinin Bamsı Beyrək. Bəli, Bamsı Beyrəkdir. Yaxşı. İndi burada deməli, mərkəzdən hücum edirlər, sağdan, soldan. Ümumiyyətlə, Salur Qazan kimi öldürür burada müəllimə? Salur Qazan neçə nəfəri öldürür burada, sonda? Neçə nəfəri öldürür? Yəni, təkbədək döyüşdə də, belə deyək. Çox adam öldürə bilər. Əslində, çoxunu öldürə bilər. Sadəcə burada bir nəfər. Köklü Məliyi öldürür. Köklü Məliyi. Bəs Təkuru niyə öldürmür burada Salur Qazan? Təkuru. Təkür var idi burada. Təkür. Yox, bu boyda deyildi müəllim. Digər boyda. Uluzdatı Təkura xəbər verirlər orada. Yaxşı. Deməli, sağdan, soldan, mərkəzdən kimlər hücum çəkir? Sağdan Dəli Dondaz, Dış Oğuz bəyləri ilə, mərkəzdən Salur Qazan. Salur Qazan idi. Soldansa Qaragünə, Dəli Budaq idi. Dəli Budaq idi. Yaxşı, orada Dəli Budaq kimi öldürür ondan sonra? Dəli Dondaz kimi öldürür? Kimləri öldürürlər orada? Dəli Budaq yazıb ha. Bu elə Qaragünə oğlu Dəli Budaq onun digər oğludur. Yox, eyni obrazdır müəllimə, eyni obrazdır. Onlar da eyni obrazlardır. Buğaziz Məliyi öldürür müəllim orada
Buğacıq Dəli Məliyi kim öldürür burada? Buğacıq Məliyi. Buğacıq Məliyi Dəli Budaq öldürür. Budaq buğacıq da, budaq buğacıq. Bəli. Budaq buğacıq, yadınızda saxlayın. Bəli, Qara Tükən Məliyi kim öldürür? Qara Tükən Onu Məliyi. isə Dəli Dondaz öldürür. Dəli Dondaz öldürür. Yaxşı. Orada 6 pərli gürc. Kimindir orada 6 pərli gürc? 6 pərli. Təpəsindən bir möhkəm zərbə vurdu. 6 pərli gürclə təpəsindən möhkəm zərbə. Hə? Dəli Dondazın müəllimə. 6 pərli gürc Dəli Dondazındır, yoxsa Qarabudağındır? Müəllimə Qarabudaq. Qarabudaq mı müəllim? Qarabudaq. Yaxşı. Sonra müəllimə təşəkkür edirik. Ulduz müəllimə çox sağ olun. Təşəkkür sağ olun. edirik sizə də müəllimə. Nəzrin Kərimova açın mikrofonu. Bəli. Nəzrin Kərimova. Nəzrin müəllim. Bəli. Nəzrin müəllimə 6 pərli gürc ilə deyir təpəsinə möhkəm zərbə vurdu. Bu kimin idi 6 pərli gürc? 6 pərli Kimin? gürc. Hə, kimin idi bu? Müəllimlər dedilər. Qarabudağın idi müəllimə. Aha. Hə, Qarabudağın. Nəzrin müəllimə Salur Qazan. Deməli, ümumiyyətlə burada neçə min kafir ümumiyyətlə hücum etmişdi və nə qədər kafir burada, nə qədər bu Oğuzlardan şəhid olur, kafir ölür burada, veriblər burada. Neçə min kafir? 12 Aha. min kafir, 12 min 500 də kafir. Oğuz igidi şəhid olur. Müəllim 12 min onu kafir. 10 min veriblər axı kitabda. 12 min 12 min kafirin məhv kafir. olduğu yazılmışdı sonda. 12 min kafir veriblər, sonda yazıblar. 12 min kafir qılıncdan keçirilir. Nə Beş- qədər şəhid olur? Nəzrin müəllimə qoyun cavab versin. Nəzrin müəllimə. Nə qədər şəhid olur? Şəhidi xatırlamıram müəllim. 500 Hə, Oğuz müəllimə- igidi. Hə, 500. Nə qədər? 300-dür, 500-dür burada. 500. 300-dür. Yaxşı. 500-dür, 500. Nəzrin müəllimə. Qazan xan nə işlər görür? O kafir məğlub olandan sonra hansı işlər görür? Nəzrin Hə, müəllimə Qazan deməli, xan. Qaraca çobana Hə. Əmrəxur təyin eləyir. Aha. 40 qulu, 40 kənizi, oğlur Oğlu hə, uzun 40 qulu, başına 40 kənizi çevirir. azad eləyir oğluruza görə. Aha. Daha Aha. sonra boyun sonunda Dədə Qorqud gəlib Qoç boy. Qoç igidlərə nə verir? Qoç igidlərə. Nə verir Qoç qoç igidlərə igidlərə? çuxa verir, arxalıq verir. Aha. Sonra bir də torpaq vermişdi mən. Deməli, çuxa, arxalıq, Arxalıq, torpaq. torpaq verir. Qoç igidlərə. O birisində qəhrəman igidlərə deyir, Bəli. səhv etmirəm. Burada qoç igidlərə deyir. Bəli, arxalıq verir. Dədə Qorqud ümumiyyətlə gəlib boy boylayıb, soy soylayır burada. Dədə Bəli, Qorqud. bəli. Hər boyun sonunda olur o. Bir də Ha. 7 gün, 7 gecə qonaqlıq Aha. verir. 7 gün, 7 gecə qonaqlıq var burada müəllimlər. Bəli, müəllim, sonda Var. var idi. Yemək içmək olur 7 gündə. Sonra Bəli. evlər tikdirməsi. Aha. Deməli, kafirin burada qılıncını kim kafirin bayrağını kim Qara Günə. qılınclayır? Qara günə. Aha. Uruzun dustaq olduğu boyda Burla Onun xatun. kim? Qazanın yoldaşı. Aha. Burla xatun. Yaxşı. Qazan xan burada ümumiyyətlə aman istəyənə aman verir. Bəli. 40 qulu, 40 kənizi orada azad eləmişdi mənim. Ondan başqa kafirlərdən aman istəyənlər olur. Onlara aman verir. Bir qaçanı qovmadı. Öldürülməli. Bəli. Olmamışdı. Bu da Bəli. onları fərqləndirirdi kafirlərdən Qazan xanı. Bəli. Məsələn, Basat orada Aman verir. Təpəgözə aman vermir. Deyir ki, Bəli. nə aman verəcəm? Deyirsən, mənim deyir, gəlinim ağladı. Qardaşımı öldürmüş. Bəli, yaxşı. Deməli, Qazan xan öz o igidlərini, ailəsini azad eləyir, Qızıl taxtına geri dönür, Bəli. yeni evlər tikdirir. Bəli. Burada yeni evlər tikdirir. Amma demir harda yeni evlər tikdirir. Düzdür? Burada Bəli. vermirlər. Ağcaqala sürməyinin adı çəkilir burada. Ağcaqala sürməyi Hey. çəkilmir. Burada çəkilmir Nəzrin müəllim. Uruzun dustaq olduğu boyda idi müəllim o. Bəli, bəli.
Çox sağ olun Nəzrin müəllimə. Gələn dərs sizdən birinci soruşacağam. Yaxşı hazır olun dərsə. Yaxşı. Yaxşı. Aygün Talıbova. Açın mikrofonu. Bəli, mənim axşamınız xeyir. Bəli. Dedik ki, Oğuz elinin sərkərdəsi kimdir? Qazan xan. Oğuz elinin başçısı O da Qazan xan mənimlə. Bayandır. Bayandır xan, mən Bayandır xan. Aha. Bayandır xan. Qazan xan sərkərdədir, başçısı Bayandırdır. Prezident Bayandırdır. Bəli, Burla Ee, xatunun atası. Bəli, ağsaqqal kim idi? Oğuz elinin ağsaqqalı. Oğuz elinin ağsaqqalı Alp Aruz. Ay müəllimə, canlayacağım. Dədə Qorqud. Danışdırdım mən. Dədə Qorqud ümumiyyətlə, Aygün müəllimə həyəcanlanmayın. Aygün müəllimə həyəcanlanır, bilirəm. Müəllimə. Dədə Qorqud ümumiyyətlə necə insan oldu? Onun haqqında bizə hansı məlumatlar gəlib çatıb Dədə Qorqud haqqında? Yəni köməklik eləyir, insanlar yəni onu bir nəyisə bir başa salmaq üçün çağırırlar ki, nəyisə yoluna qoymağa çalışsın, sonra gəlib boyboluyur. Dədə Qorqud haqqında çoxlu rəvayət və əfsanələr mövcuddur, tarixi şəxsiyyət. Dədə Qorqud tarixi şəxsiyyətdir, müəllimə. Dirsə xan nəyi ilə seçilirdir? Dirsə xan necə seçilirdir? Hansı xarakterinə görə seçilirdir Dirsə xan? Dirsə xan Yumşaq təbiətli idi. Yumşaq təbiətli ilə seçilirdi. Yaxşı. Bəs Beyrək nə ilə seçilirdi? Aygün müəllimə, Beyrək. Mən gördüm. Müəllimə təhlil hissəsini oxumayıb. Yaxşı, Aygün müəllimə, sizə obrazlardan sual verəcəm, bildim. Deməli, müəllimə, kafir çobana hansı vəzifəsini təklif eləyir? Hansı vəzifəni təklif eləyir? Bəylik vəzifəsini təklif eləyir. Bəylik, yaxşı. Kafirin atını necə adlandırırlar burada? Nə deyirlər atına? Kafirin atı. O şeylər deyir. Altındakı deyir, alaca atını nə öyərsən? Bəli. Bəli, itim kafir deyir. Yaxşı, Salur Qazan hara ova getmişdi, Aygün müəllimə? Aladağa müəllimə. Aladağa ova getmişdi. Yaxşı, Salur Qazanın ova getməsini ilk dəfə kim təsdiqləyir? Kim təsdiqləyir Salur Qazan? Dəli Dondaz. Kim deyir ki, Sası dinli Gürcüstan sərhədinə ova gedirsən? Ümumiyyətlə, Oğuzların düşmənləri kimləri idi? Oğuzların düşmənləri kimləri olur? Şöklü Məlik mənim ən birinci baş düşmən Şöklü Məlik. Gürcülər və ermənilər. Oğuzların düşmənləri Gürcülər və ermənilər olur. Yadınızda saxlayın. Gürcü və ermənilər. Yaxşı. Uruz deyirdi orada. Hara gedirsən? Bəli. Aladağa ova çıxır. Uruz yox, üzülü sayın Aruz deyir. Bəli. Yaxşı. Salur Qazanın nə qədər qoyunu var idi Dərbənddə? Mənim 60 yaxın qoyunu var idi. 10.000 canlı yanması. Necə də bənzədirlər. 10.000. Yaxşı. Dəmir qapı Dərbənddən o qapını sürüyüb gətirib bizim canımıza gətirən kim olur orada? O qapını kim gətirir orada? Hə. Dəmir qapı Dərbənddən qapını gətirib. Dığdılar da Aygün müəllimə. Dığdılar. Düzə gedir. Bəli, yaxşı. Oğuz ağsaqqalları onu görəndə əhsən deyən hansı obrazdır? Oğuz ağsaqqalları? Onu görəndə əhsən deyirdilər. Hansı obraz? Qarabudaq. Hə, Qarabudaq. Aygün müəllimə buna cavab verin. Deməli, Uruz Qənarə dibində ağacı bayaqlar Turanə müəllimə saydı. Ağac. Ağacdan nələr orada, nələrə vasitə olmuşdur ağac? Bir dənə onları deyin bizə, yekunlaşdıraq sizə. Ağacdan gəmi idi, əsar idi, körpü idi, yəhər idi, qapı idi, dəstə idi. Əzbərlədim bayaqlarım mən, bunlar idi deyəsən. Dəstək harada idi? Bir dənə dəstəyi deyin elə, mən də eşitdim. Dəstək də var, deyin elə. Dəstə də var. Məkkə və Mədinənin qapısı ağac, əsar, körpülərin Qılıncının dəstəyi də. Var, dəstəyi var. Çox sağ olun Aygün müəllimə. Təşəkkür edirik. Yaxşı öyrənir. Gələn dərs birinci dərs Nəzrin müəllimə, ikinci dərs sizi danışdıracağam. Nəsə baş. Ülfanə müəllimə açın mikrofonu, sonra Sadiqə müəllimə danışır. Ülfanə müəllimə açın mikrofonu zəhmət olmasa. Açdınız müəllimə?
Hə. Aha, yaxşı. Müəllimlər, xahiş edirəm, xüsusən də miqlər. İndi sertifikasiya müəllimləri yorulurlar, bilirəm. Onların yəni işləri çoxdur da. Məktəbdə dərs keçirlər, bütün gün danışırlar, yorulurlar. Miqlər çalışsın, danışsın. Yəni məsuliyyət məsələsidir. Danışmaq məsuliyyətdir, bunu bilin. Yaxşı. Müəllimə, ümumiyyətlə Basat kim idi? Ülfanə müəllimə, Basat kimdir? Dəli Dondazla Basatın nə əlaqəsi var idi? Təpəgöz bunlara necə qohumluğu çatırdı? Deyin görəyəm. Hə. Basat Aruz Qocanın oğluydu. Köç eləyən zaman itmişdi. Şir onu saxlamışdı, böyütmüşdü. Oğuz xanın ilxıçısı gəlib deyir ki, orada dedi bir dənə heyvan var, deyir insan kimi yeriyir. Deyir heyvanı tutub qanını içir. Yəni ki, o da Aruz da o zaman deyir ki, bu mənim köç zamanı itən oğlumdur. Onu gətirirlər yanlarına, amma yenə o qatır Şirin yanına gedir. Dədə Qorqud Kim görür? İlk dəfə Basatı kim görür qamışlıqda? Özdə hansı heyvanın qanını sümürür? Atın. Atın. Bəli, ilk dəfə kim görmüşdü? Oğuz xanın ilxıçısı. Oğuz xanın ilxıçısı görmüşdü. Bəli, Basatı kim sualını verməyə haqqımız yoxdur qrammatikada. Nə bəsləmişdir? Nə bəsləmişdir Basatı? Böyütmüşdür, bəsləmişdir. Kim? Yenə deyirəm, dedim amma haqqımız yoxdur. Şir. Urfanı müəllimə desin. Yaxşı. Deməli, müəllimə, Basatı gətirirlər evə. Sonra Basat yenə qalmır evdə, qaçır çıxır gedir. Sonra necə olur ki, gəlir yığışır ev eşiyə? Dədə Qorqud gedir. Danışır ki, sən insansan, yaxşı atlara minməlisən, sənə adını mən verirəm, taleyini də Allah versin də, belə deyir, ömrünü də Allah versin. Belə deyir Basata. Ondan sonra Basat qalır. Sonra İndi müəllimə bayaqlar sual verdim. Basatın Dəli Dondazla nə əlaqəsi var idi? Basatla Dəli Dondazın nə əlaqəsi var idi onların? Basatla Dəli Dondazın nə əlaqəsi var idi? Müəllimə qardaş oğluydu da. Deməli, Urfanə müəllimə, qoyun Urfanə müəllimə desin. Urfanə müəllimə, Dəli Dondaz kim idi? Qıyan Səlcuqun oğlu Dəli Dondaz idi də, düzdür. Qıyan Səlcuq da kimin Basatın nəyi olur Qıyan Səlcuq? Qıyan Səlcuq nəyi olur Basatın müəllimə? Qardaşı olmur. Əmisi düşürdü. Qardaşı oldu. Əmisi düşürdü. Düz deyil. Bəli, Dəli Dondazın bəli, əmisi düşürdü. Aha, düz deyirsiniz müəllimə, mən qarışdırdım sizin başınıza. Onun əlaqəsi düşür belə imtahanda. Mən bilən o qədər də ifratçılığa getməzlər. İmtahanda düşmür, amma testlərə salıblar. Çoxdan beri 10 ildir fırlanır testlərdə. Müəllim, mən MİQ-ə gedəndə, MİQ-də iştirak edəndə bu qohumluq əlaqəsini salmışdılar. Salırlar, ay müəllimlər, hər şeyi salırlar. Ədəbiyyat kitablarını bütün cümlə salırlar. Yəni bunu bilin. Yəni elə belə, yəni hələ dərindən sual cavab eləmirəm, amma üzdən gedirəm, sizə demək istəyirəm. Hə. Bəli, yəni hamısını salırlar, narahat olmayın. Tək elə bunları salsınlar, bunları o qədər deyəcəyik, axır bezəcəksiniz bunlardan. Narahat olmayın. Tək elə bunlar düşsün, başqa problemlər çıxmasın ortalığa. Yaxşı, müəllimə, indi Təpəgözü ilk kim görür? Təpəgöz kimdir? Urfanə müəllimə. Təpəgöz kimdir ümumiyyətlə? Təpəgöz kimdir? Təpəgözün meydana gəlməsində ümumiyyətlə kimin övladları olur Təpəgöz? Deyin bizə, açıqlayın. Mələklə Qonur qoca sarı çobanın oğlu olur. Səhv demirəm də mən. Bəli, çobanın oğlu olur. Çobanın oğlu. Ümumiyyətlə Təpəgözün belə bir əcaib formada meydana gəlməsində nəyə görə belə əcaib formada Təpəgöz meydana gəlir? Yəni normal uşaq kimi meydana gəlmir. Niyə? Günah Anası mitik obrazı idi da. Yəni Anası intiqam almaq üçün onu göndərmişdi Oğuz elinə. Yox, bilirsiniz nəyə görə? Pəri, ana pəri olur, ata normal pəri olur. Bəli. Ana pəri olur, arkadaş. Ona görə. Anası nə deyir? Təpəgözün anası nə deyir o dünyaya gələndə?
Nə deyir? Onlara qarğışlayır. Nə deyir? Nə qarğış edir onlara? Hə. Onu mən Təpəgöz altı. Hə. deyir ki, biz sizdən qisasınızı alacaq. Oğuz elinə deyir, bəla olacaq bu uşaq. Yoxdur mənim dəstəkdə bu. Deyir, Oğuz Yox, elinə müəllimə, deyir, bəla Müəllim, mütabaq. gəlməmişəm o sözə. Hə, Burada bəla yoxdur. Siz olacaq. onu demişdiniz Deyir, özünüz. Oğuz elinə bəla olacaq deyir bu uşaq. Yəni anası bilirdi artıq bəla olacaq. Bir dənə Urfanə müəllimə, anası Təpəgözü qorumaqdan ötürü hansı addıma əl atmışdı? Hansı Barmağına üzük addıma? Bəli, ox barmağına. yəni ox atsalar, qılınc vursalar kəsmirdi. Çünki barmağında üzük vardı. Yalnız gözü ətdən idi. Gözünə süngü vurur, basat elə qızdırır süngüyü. O gözündən zədə alandan sonra ondan döyüşə bilir də. Basat hardan bilirdi ki, onun gözü ətdəndir? Bunlu qoca ilə yapınlı qocadan soruşur ki, bunun da harası deyək belə ətdəndir də, yəni buna qılınc batmır. O da deyir, onlar da deyir ki, gözü ətdəndir, belə deyirlər. Bunlu qoca ilə yapaqlı qocanı ümumiyyətlə Təpəgöz tanıyırdımı əvvəlcədən? Yox, tanımırdı məncə. Çünki onu yemək bişirmək üçün vermişdilər. Amma orada onların əlaqəsinə dair bir cümlə yoxdur da, yəni tanıyır. Amma deyir, yemək bişirmək üçün vermişdilər əslində. Bəli. Kim gətirmişdi bunlu qoca, yapaqlı qocanı kim vermişdi yemək bişirməyə? Dədə Qorqud. Dədə Qorqud. Dədə Qorqud vermişdi. Ümumiyyətlə Dədə Qorqud müəllimə, Dədə Qorqud nəyə görə məcbur olub gəlir Təpəgözlə dialoqa girir orada? Yəni Çünki məcbur Oğuz dedi, məcbur. elində qalmışdı, Hə. əsir yesir olmuşdu. Yəni nə köç eləyə bilirdilər, nə harasa gedə bilirdilər də. Yəni insanları tutub yeyirdi, öldürürdü. Oğuz elini Təpəgöz neçə dəfə ümumiyyətlə qovmuşdu yurdundan? Oğuz eli Səhv Təpəgöz. Hə. 7 dəfə Yeddi bir kez. dəfə. 7 dəfə. Oğuz eli yaylağa köçə bilirdi. Yaylağa köçə bilirdi Oğuz eli. Yox. Köçə Onu da bilmirdi. gəlir Pagan kişinin arvadı deyir Basata ki, yaylağa köçə bilmir. Bəli. İndi müəllimə, Təpəgöz əvvəl nə qədər adam istəyirdi, sonradan razılaşır, Dədə Qorqud 60 adam azaldır istəyir, adamlar. 60 adam istəyir. Dədə Qorqud da deyir bu gedişlə sən Oğuz elində adam qoymazsan. 500 qoyun, 2 adam verək də sənə. O da razılaşır. Deyir 2 dənə də yemək bişirən verək, yəni ki, yeməyini bişirsin. Yaxşı, müəllimə. İndi siz bizə deyin görüm. Təpəgözü ilk dəfə kim görür ümumiyyətlə? Təpəgözü görən obraz kimdir burada? Hə. İlk dəfə Bayandır xanın Öz atası yox. Qonur qoca. Çoban görür də birinci dəfə. Bəli. Görür, təpikləyir, vurur ona, o yekələnir, qorxur, qaçır oradan. Sonra başqa adam görür. Çox sağ olun müəllimə, təşəkkür edirik sizə. Gələn dərs 3-cü sizdən sual cavab eləyəcəm. Sadiqə müəllimə, açın mikrofonu. Bəli. Deməli müəllimə, Təpəgözlə birinci kim qarşılaşır? Bir də yaylağa ilk dəfə kim köçürdür ümumiyyətlə? Yaylağa Oğuz elində ilk dəfə kim köçür? Yaylağa. Onların bir çobanı var imiş. Ondan öncə heç kim köçə bilməzdi da, yəni. Mütləq o qoca sarı çoban köçməli idi. Ondan sonra digərləri köçməli idi, yəni. Aha. Ümumiyyətlə orada birdən qoyunlar deyir ürkür. Həmin o sarı çobanı. Nəyə görə ürkürlər orada? Orada bir əsası görürlər. Bu onlar ürkürlər. Bu da hətta gəlir ən başda gedən təkəndir, o hirslənir ona. Sonra özü də görür ki, bir əsası var. Par parıldayır da. Ona maraqlı gəlir. Buğla vurur, görür ki, vurduqca böyüyür. Və o qorxur, heyvanlar tez qaçır qabağına, qaçır ki, yəni heyvanları aparır, qaçır oradan ümumiyyətlə. Bəli, qaçır. İndi bu, yaxşı. Bu dəmdə Bayandır xanın nə işi var idi ümumiyyətlə? Həmin yaylaqda nə iş görürdü burada? Bayandır xan da deyib bəylərlə ümumiyyətlə getmişdi gəzintiyə. Həmən o yeri orada təsvir ediblər ki, o yer uzun bulaqdır, adında bir yerdir. Uzun bulaq. Bəli. Çıxıblar ora. Elə təsadüfən onlar da həmən o ət parçasını görürlər. Orada da atdan düşən bir atı elə bir ki, düşür yerə, əlində çubuqla o silkələməyə başlayır. Silkələdikcə baxırlar ki, bunun gövdəsi insandır, amma başı
orada təpəsində deyək ki, bir gözü vardı da. Bu Aha, bəli. arada harda bir uşaq görsün, tez görürdü. Uşaq deyəndə ki, bu Təpəgözü uşaq da demək olmazdı. Deyir ki, elə mən bu Təpəgözü aparım, Basatın qardaşı olsun, ondan bir yerdə bunları böyüdüm deyir. Orada xan da razılaşır ondan, deyə apara bilərsən. İndi müəllimə, bu Təpəgözün verdiyi ziyanları ardıcıllıqla düzək. Aparır evə. Bəli, mən Birinci, Təpəgözü kimlər başlayır bəsləməyə? Bəli, onu birinci dayələr bəsləyir. Ən birinci bir dayə gətirirlər, dayəni öldürür. Sonra bir çox dayələr yəni gəlir, yenə onları həlak eləyir. Sonra deyirlər ki, bir süd vermək lazımdır. Başlayır bir qazan hər gün süd içməyə, yəni çatdıra bilmirlər. Ondan sonra süd içəndən sonra artıq bu yavaş-yavaş böyüməyə başlayır, deyir uşaqlarla oynamağa. Uşaqlarla oynayanda da birinin qulağını yeyir, birinin burnunu dişləyir, yeyir və bu da narazılığa səbəb olur. Axırda gəlir çatır Aruz qocanın qulağına. Aruz qoca bunu nə qədər eləsə də, yəni ona tabe olmur. Axırda görür ki, yox, buna tabe olmur. O da onu qovur oradan. Ümumiyyətlə, yəni Təpəgözü Oğuz elindən. Bəli, yəni Təpəgözü artıq başara bilmirlər də. Təpəgöz vəhşiləşmişdir. Bəli. Bəli, Təpəgözün anası ümumiyyətlə üzüyü nə zaman taxır? Aruz qovandan sonra, yoxsa anadan olandan sonra elə birbaşa gəlib taxmışdı onun barmağına? Sonra artıq görür ki, oğlu təhlükədədir. Onu taxır, bilir ki, artıq Oğuz eli buna qarşı düşmən olacaq da. Ona görə onu taxır ki, ona nə ox batmasın, nə qılınc kəsməsin onu. Ondan sonra da elə Təpəgözün özü gedir dağa. Demək olar ki, o dağda da cəmaatın qabağını kəsir. Nə quldurluq. O dağın adı nə olur orada? Qaya olur, səhv etmirəmsə. Dağ olur, yoxsa qaya olur orada? Mən ən birinci orada deyirlər ki, dağda məscid qalır, belə deyirlər. Sallaxana. Sallaxana. Uca dağda, uca dağda. Elə verilib. Bəli, uca dağda. Birinci, sonradan Sallaxanadır. Yəni demək istəyirsiniz ki, bəli, bildim müəllimə, nəyi demək istəyirsiniz. Yaxşı. Deməli, Təpəgözün belə formada dünyaya gəlməsinə səbəb, yəni mifik obrazla real insan obrazının birləşməsindən. Ona görə, yəni Təpəgöz belə bir formada meydana gəlmişdi. Yəni əslində, yəni bu gözlənilirdir. Anası bilirdir. Yəni Təpəgözün anası bilirdir. Bəli, deyin. Bunu sizin mən videolarınızdan gördüyümdə, yəni belə bir şey olduğunu, anasının pəri olduğunu, atasının sarı çoban olduğunu, o barədə hansısa bir kitabda məlumat verilibdir. Yəni metodik vəsaitdə var da, metodik vəsaitdə orada veriliblər. Mən ona görə bunu həmişə deyirəm. Metodik vəsaitdə test formasında veriblər. Özündə var da, bunu elə bir kəlmə bilin bəsinizdir müəllimə. Sadiqə müəllimə. Bəli. 6-cı sinifin köhnə 6-da bunların metodik vəsaitlərində var orada. Üçbucaq formada piramida formasında test var. Orada veriblər orada. Pəri qızla çobanın görüşü veriblər. Orada belə bir cümlə var, keçir. Bəli. Sadiqə müəllimə, yaxşı. Deməli, dedik ki, Təpəgöz gedir Sallaxana qayasında məskunlaşır. Sonra Dədə Qorqudla görüşü olur. Oğuz elinə basqınlar edir, yəni insanları yeyir. Artıq çarələri qalmır. Ona görə Dədə Qorqud gedir görüşə, razılaşır. Necə razılaşır? Neçə adam, neçə qoyun verməli idilər gündə Təpəgözə? Onlara 2 nəfər adam verməli idilər, 500 qoyun verməli idilər. Amma Təpəgöz bir də 2 nəfər adam istəyir. Dədə Qorqud da deyir, o yemək bişirməyə 2 nəfər adam istəyir. Bəs gündə adam da verməli idilər. Neçə adama razılaşmışdı Təpəgöz orada? 60 min. Yox, 60 nəfər. 60 adam birinci istəyir. 60 istəyir. Dədə Qorqud razılaşmır. Deyir, biz sənə gündə 60 nəfər versək, Oğuz elində adam qalmayacaq. Odur ki, 5 qoyun verək, 2 nəfər də adam verək. O da razılaşmır. Müəllimə, Qapaqanın qarısı nəyə görə gəlmişdi Basadın yanına? Basad ümumiyyətlə hardaydı? Basadın orada tərif edir Qapaqanın qarısı. Nəyini tərif edir orada? Müəllimə deyim, Qapaqanın qarısı ona görə ona birinci deyim köməyə gəlmişdi ki, necə ki o Təpəgözdə 2 nəfər verirdilər. Artıq onun da o 2 oğlu var idi. Birini vermişdilər, növbə o birisi oğluna çatmışdı. Ananın da bağrı çatdıydı ki, yəni oğlun verəcəkdi, bunu da öldürəcək, yəni yeyəcək Təpəgöz. Ona görə bu zaman Basat döyüşdən gəlirdi, Ceyr onun qabağını kəsir. Onun bir lələyi, oxlu lələkli daha doğrusu oxunu tərifləyir orada. Bir də deyir, mənim yayın deyir, təkə buynuzundan deyir bərkdir. Orada həm də deyir, sənin
adın sanın hər tərəfə yayılıb da. Yəni sən o da deyir yaxşı mən belə tərifləyirsən, ya məndən nə istəyirsən? Başlayır danışmağa ki, bəs deyir sən atavı ağlar qoyub, anavı necə deyim, inildədir, nə qardaşını öldür. İndi Qapaganın qarısı hansı məlumatları verir burada Basada? Onun məlumatları var. Hansı Bəli. məlumatları verir Basada? Ən Hə. birinci qardaşının ölümünü deyir ki, Basat Aha. sağ ondan atasının ağlamasını, anasının sızıldamasını deyir. Orada deyir ki, 7 dəfə deyir Oğuz elini oradan qovubdu. Sonra deyir ki, xərac deyir bizdən. Xəracı da odur ki, 2 nəfər 500 qoyun. İndi də deyir mənim oğluma növbət çatıbdı. Mən də deyir səndən kömək istəyirəm. O da onu əsir verir, aparır verir oğlunun əvəzinə. Oğlunu xilas eləyir elə. Deməli Niza oynadanlar deyir onun dərisini dələ bilmirlər. Yəni bata bilmirlər də. Yəni o qardaşının ölümünü Qapaganın qarısı deyir burada. Bəli, Qapagan. ona o bəd xəbəri bəli 2 dəfə o verir. Aha. Bilmirdi yəni. Bəli. O, Yəni o başlayır ağlamağa, gözləri dolur. Deyir, başlayır ona deyir ki, mən indi bildim ki, deyir mənim qardaşımın deyir tövləsindən yaxşı atları deyir yəqin alan da odur. Onun deyir sevib seçdiyi yoldaşını deyir dul qoyan da yəqin ki odur. Sonra deyir ki, deyir onun otaqlarını da deyir o yıxıbdı. Başlayır belə fikirləşməyə ki, hə də indi elə bir hardasa başa düşür ki, hə bunu təpəgöz eləyibdi. Bəli, müəllimə. Deməli, nəyə görə burada Aruz məclis qurur? Məclis qurur burada. Aruz Müəllimə, məclis. ona görə Hə. mən çünki orada artıq Aruza muştuluq vermişdilər ki, Basat gəlibdi də, yəni Basat da Muştuluğu kim verir Aruza Basatın gəlməsi ilə bağlı? o şeylər də onun Qapaganın qarısı. Bəli. Qapaganın qarısı verir də, bəli. Bəli. Muştuluğu o verir, bəli. Bəs Aruz nəyə görə istəmir ki, Basat getməsin? İstəmirdi ki, Basat getsin Təpəgözlə döyüşə. Nəyə görə istəmir Aruz orada? Öncə o Qazan kimi sərkərdə getmişdi. O ona yəni qalib gələ bilməmişdi. Onlar da düşünürdü ki, ta Qazan qalib gəlməyibdisə, o qədər Oğuz igidlərinin bəzilərini şikəst eləyib, bəzilərini həlak eləyib, bir ağacı yerindən qopardıb atıb üstlərinə 50-60 nəfəri birdən öldürürdü. Düşünürdülər ki, yəni Basat da gedəcək, həlak olacaq da, yəni ona görə Ocağımı deyir sahibsiz qoyma, ocağımı. Özündən sonra Ocağımı. davamçı olmayacaq. Bəli. Ocağımı deyirdi sahibsiz qoyma. Çox sağ olun Sadiqə müəllimə. Təşəkkür edirik sizə. Açın Səfurə Nəsibova. Açın mikrofonu. Səfurə müəllimə. Açın mikrofonu. Deməli orada Basat atasının, anasının ümumiyyətlə əlini öpmüşdü həmin o məclisdə. Yəni Basat ata-anasının əlini öpür orada. Yəni var, elə bir məsələ var orada. Hə. Orada bir də bir şey var idi ki, Basat atasının sözünə qarşı çıxır da. Şey deyir ki, Qazan xan deyir ki, məndən artıqmı igid olacaqsan? O da deyir ki, mən qardaşımın qisasını almalıyam. O da deyir ki, özün bilərsən. Amma atası deyir ki, oğul getmə. Yəni bizim yurdumuz başsız qalacaq da. Yəni məndən sonra davamçı olmayacaq. Ocağının sahibsiz qalmasını istəmirdi. Qardaşı həlak olmuşdu, cəmi bir oğlu qalmışdı. İstəmirdi ki, o da həlak olsun. Lakin orada deyir ki, yox ata. Müəllimə, Qazan xan, bir dəqiqə. Qazan xan Basatı inandırmaq istəyir ki, sən ona qalib gələ bilmərsən. Necə inandırmaq istəyir? İnandıra bilmir. Yəni mən onu qamışda yıxmağa çalışdım, nə bilim dağlarda yıxmağa çalışdım, uca dağlarda fırlandı, quduz aslan olubdu deyir. Sonra yəni böyük nəhəng olubdu Təpəgöz. Bu qədər sayır, deyir ki, sən igid olmağın yaxşıdır, amma məndən artıq da igid olmayasan ki, yəni burada bir növ Qazan özünü daha üstün hesab edir ki, yəni həm də Qazan ondan yaşca çox böyük idi, çox döyüş müharibə görmüşdü. Yəni deyir məndən artıq olası deyilsə, səhv eləmirəmsə burada Basatın yaşı müəllim 15 mi 16 mı verilir? Bəs orada məsləhət görür, bir dəqiqə müəllimə. Məsləhət görür ki, atanı, ananı ağlar qoyma. Qazan xan məsləhət görmüşdü Basata.
Bəli, məsləhət görür, amma yenə də deyir ki, yox eləyəcəm. Axırda deyir ki, özün bilərsən. Qazan deyir ki, yəni inamsız şəkildə, yəni özün bilərsən, onsuz da qalib gələ bilməyəcəksən kimi tonda Aha. deyir. Çox sağ olun müəllimə, təşəkkür edirik. Səma Əliyeva. Açın mikrofonu. Səma Əliyeva. Açırsınız müəllimə mikrofonu. Aha. Salam müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir. Deməli, müəllimə, Basat sözə baxmır. Sallaxana qayasına gedir. Orada Təpəgözə neçə dənə ox atır və Təpəgöz hansı oxdan bilir ki, Oğuz elindən kimsə gəlib yenə. Oxlar hara düşür ümumiyyətlə? Hə. Təpəgözə ox atır, 2-3 ox atır. Təpəgöz də deyir ki, buranın miltəkləri deyəsən boldur. Yəni hiss eləmir. Sonra birdən oxun biri qabağına düşür Təpəgözün. Onda bilir ki, kimsə var. Sonra çönür baxır ki, Yəni Basat Təpəgöz burdadır. hardan bilir ki, kimsə var? Deməli, o oxlardan çox Ox gəlib gəlir, atır. düşür qabağına. Bəli. Bəli, qabağına gəlib Oxlardan, yəni düşəndə bilir. Oğuz igidlərindən çox adam gəlmişdi də Təpəgözü, yəni belə deyək də tələf eləmək istəyirdilər, amma bacarmırdı. Oxlardan görmüşdü. Hamısını da biz düşünə bilərik ki, günortaya bişirib yemişdi onları. Nə deyir orada? Hansı kəlməni işlədir orada? Orada Basatı tutur, yapaqlı qoca ilə bunlu qocaya deyir ki, siz deyir bunu alın, bişirin, mən yeyəcəm günorta vaxtı. Onda da Yəni Basat əmiş qızı deyir gəlib bizə, düzdür? Belə deyir orada. Hansı cümlə işlədir orada? Yemiş budur. Hə. Yemiş gəl. Yetişmiş quzu gəlib deyir. Hə, deyir, Yetişmiş yetişmiş quzu quzu gəlibdir, deyir, bunu alın, bişirin, yeyim. Şişə Yəni gələnlərin hamısını, indi burada ehtimal eləyirik də, düzdür? Gələnlərin deməli hamısını, deməli çoxsunu belə deyə də bişirib yemişmiş deməli. Yəni bunlar Bəli. belə. Hardasa da belə ehtimal deyə bilərik də. Yaxşı. Deməli, indi Basat hardan bildi? Bayaq sual verdim. Təpəgözün ölümsüz deyil də Təpəgöz bilirik. Onun harası ətdən olur Təpəgözün? Ətdən olur. Bunlu qoca ilə yapaqlı qocadan soruşur ki, bunu necə öldürmək olar? Onlar da deyir ki, bunun sadəcə gözünün içindədir da ət. Belə deyir. O da baxır gözünə ki, həqiqətən də bunun gözündə sadəcə ət var. Ümumiyyətlə O da onun bilir gözünə süngünü Basat salır, yoxsa bunlu qoca ilə yapaqlı qoca süngünü onu qızdırır, onun gözünə vurur. Basat vurur, yoxsa Basat vururdu. Basat vurur, yaxşı. Basat vurandan sonra artıq necə? Qızdırır, Nə dedin? qocalar olur. Basata verirlər, Basat gözünü çıxardır onu. Aha. Deməli, Təpəgözə ilk dərbəni burada vururlar da. Yəni Bəli, ilk gözündən vururlar. canını ağrıtma burada başlayır Təpəgözə. Bəli, Təpəgöz bəs necə olur? Gedir düşür qoyunların içinə müəllimə. Təpəgöz düşür Basatın dalına. Basat da qaçır, girir qoyunlar olan. Basat necə gedir düşür qoyunların içinə? Hə. Təpəgöz deyəsən onu vurmaq istəyir. Vuranda Basat hoppanır, qaçır qoyunlar olan yerə, ora düşür. Sonra da gedir qoyunlardan birinin dərisini soyur, o dərini üstünə keçirir. Basat Təpəgöz də bir-bir hamısını yoxlayır qoyunların, qaldırıb baxır. Bir içəridə mağaranın qapısını həm də bağlamışdı da Təpəgöz. Bəli. Bağlamışdı. O bilir içəridədir, yəni çıxacaq çölə. Ona görə bir-bir yoxlayır. İçəridədir, bəli. Ona görə bir-bir qaldırır, baxır. Basat da keçəndə birdən dərisini qaldıranda artıq dəri əlində qalır Təpəgözün. Basat da bunda tez ayağının ortasından keçir, qaçır. Yaxşı. Ümumiyyətlə Basata üzüyü nə zaman təklif edir Təpəgöz barmağına salmağa? Mağaraya girməmişdən qabaq təklif edir, yoxsa sonra təklif edir? Girib çıxandan sonra mağaradan artıq görür ki, Basat güclüdür. Bunda deyir ki, üzüyümü verim sənə. O da üzüyünü alır, taxır. Bundan sonra tez Təpəgöz qılıncı ilə vurmaq istəyir Basatı. Basat yenə qaçır. Deyir ki, qurtuldunmu? O da deyir ki, bəli, Tanrım qurtardı. İndi Tanrım qurtuldu sözü buradan başlayır, yoxsa bu qoyunların içindən çıxandan sonra başlayır o kəlməni? Haçan dedik ilk dəfə? Tanrım qurtardı. Elə buradan başlayır, üzük alan vaxtı başlayır. Aha. Müəllim, orada qoyunlar əvvəldən çıxanda da başlayır. deyir də, elə qoyunlar
düşəndə də mağarada orada ilk dəfə deyir qurtuldun, o da deyir ki, hə. Bəli, qoyunlardan qurtulanda da deyir, oradan Bəli, başlayır bəli. qurtuldum. Bəli, Hə, ondan ola sonra bilər. üzük məsələsində qurtuldu Səma müəllimə. Bəli. Bəli. Üzük də gedir, hara düşür ümumiyyətlə? Üzük kimin ayağının altına düşür? Təpəgözün yoxsa Düşür Basatın? Təpəgözün ayağının altına düşür. Təpəgözün ayağının altından düşür. Ondan sonra deyir ki, yəni qurtuldumu? O da deyir ki, Bəli, o da deyir bəli. Tanrım qurtardı. Günbəz məsələsini necə başını bişirib günbəzin içində salmaq istəyir. Nə deyir Onda da günbəzin içində salın Basatı? Orada başını bir deyir allatmaq ki, istəyir onu. Hə, bəli, deyir ki, hə, mənim orada xəzinəm var. Sən get hı, orada mənim xəzinəmi götür da, yəni sənə qalsın deyir mənim mirasım. O aha. da onu Qocalara aldatdırıb, qalmasın yəni. Qocalara bəli, qalmasın, güya sənə qalsın. Onun başını bişirmək istəyir. Deməli gedir, günbəzin içinə bəli. gedir. Basat Günbəzin necə içinə xilas olur günbəzdən? girir, Basat necə? Təpəgöz deyir ki, elə qoy getsin bu günbəzin içinə, onu orada yəni günbəzi partladacam, orada ölsün. Basat Aha, da burada La ilahə illallah Muhammədən Rəsulullah deyə bir kəlam işlədir. Bunda da bəli, 7 yerdən yarılır. Günbəz bəli. 7 7 yerdən yerdən yarılır, qapı onda açılır. da qatır. Bəli, Bəli. 7 Yenə Basat qaçır. Burada yenə hələ Təpəgöz deyir ki, qurtuldunmu? O da deyir ki, Tanrım Çox sağ qurtardı. olun müəllimə. Təşəkkür edirik sizə. Siz də sağ olun. Deməli, davam eləyək. Məmmədova Leyla. Açın mikrofonu Leyla müəllimə. Bəli, Bəli. müəllim. Leyla müəllimə. Deməli, sonra artıq burada başlayır nə? Təpəgözün qılıncı. Təpəgözün qılıncı, hardaydı Təpəgözün qılıncı? Ümumiyyətlə Təpəgözün qılıncını Basat necə əldə edir? Deyin bizə ardıcıllığı deyin zəhmət olmasa. Deməli, Ardıcıllığı. burada Hə. bir qılıncsız qılınc durmadan enib qalxır və Basat gəlir qılıncı götürmək istəyəndə qılınc iki para olur. Öz qılıncını birinci verir, onun qılıncı iki para Deməli, olur. Basatın öz qılıncı burada parçalanır, tələf olur. Sonra necə? Üç deməli addım atır da burada. Birinci addım öz qılıncı olur. İkinci addım, Sonra ikinci addım Ağac Ağac. gətirir, ağac ağac. çıxarır. eləyir. Ağac. Bəli. ağac daha sonra yenə ağac, o da iki para olur. Sonra isə o zənciri vurur və zəncir vuranda artıq qılıncı yerə batır. Zənciri nə ilə vurdu o? Zənciri oradan necə vurur Basat? Zənciri. Nə ilə vurur zənciri qırır oradan? Oxla vurur Leyla və müəllim. düşür. Bəli, oxla atır. Yaxşı, bu oxu çoban necə təqdim eləmişdi? Kafirin oxunu çoban nə ilə müqayisə eləmişdi? Özünü nə ilə müqayisə eləmişdir? Sapandı ilə. Sapandı ilə müqayisə eləmişdir. Bəli. Yaxşı. Deməli, Basat Təpəgözün qılıncını, qılınsız qılıncını, indi keçən il bir müəllim var idi, bunu açıqlamışdı düz yarım saat. Qılınsız qılıncını deməli belə əldə edir. Qılınsız qılıncını belə əldə edir. Və Təpəgözün başını ümumiyyətlə sonda hansı qılınc kəsir müəllimə? Basatın qılıncı kəsir, yoxsa Təpəgözün öz qılıncı ilə kəsirlər? Basatın qılıncı ilə. Basatın. Çünki üzrü sayın. Təpəgözün öz qılıncı ilə. Basatın qılıncı axı oradan Təpəgözün Dolanır. Leyla müəllimə, Təpəgözün, Basatın öz qılıncı orada gedir, qılıncı götürəndə onun qılıncı parçalanır da orada. Ona görə Təpəgözün, o deyir axı mənim başımı deyir, qılınsız qılınc kəsir. Bunu Təpəgöz özü deyir. Yəni deyir əslində. Amma inanmırdı ki, onu ora göndərəndə onu əldə edə bilər. Çünki qılınc, qılınsız qılınc olur. Atılır, düşür, atılır, düşür. Onu əldə etmək çətin idi. Leyla müəllimə, çox sağ olun. Təşəkkür edirik sizə də. Aha. Aysel İsayeva, açın bir də mikrofonu müəllimə. Bəli, müəllim. Aysel müəllimə, açın görək. Deməli, Basat Təpəgözün qılıncını götürür, çıxır çölə. Ümumiyyətlə, harda bilir ki, Təpəgöz süd qardaşdılar. Bunlar süd qardaşdılar. Harda bilir? Yəni necə müəllimə bir də Hə. təkrar edin. Yəni Təpəgöz hardan bilir ki, bunlar süd qardaşdılar, Basatla süd qardaşdılar. Axı süd qardaşı olurlar, aruz aparır evdə. Hə. Deməli deyir ki, məsələn sən mənim qardaşımı öldürmüsən. O deyir mənə mənim qardaşımı öldürmüsən də yəqin ondan bilir, yox. Kim açıqlayır? Açıqlayın. Sabirə müəllimə açıqlayın. Yox, sənin yerin haradır? O da deyir günortacdır.
Bəs deyir sən kimlərdənsən, kimdənsən? O da deyir ki, mən Aruz oğlu Basatam. Onda bilir ki, artıq süd qardaşıdırlar. Onda deyir ki, gəl mənə qıyma da. Bəs biz süd qardaşı. O da deyir ki, yox. Sən mənim anamı, atamı ağlatmısan, qardaşımı Olduğum yer öldürmüsən. deyir gün ortasıdır. Gün Ortasıdır. Bəs ortasıdır. Aruz İndi oğlu Basatam. bir dənə də sual verirəm sizə. Təpəgöz əvvəl gözünün acısını yaşayır, yoxsa onun olduğu yeri soruşur? Bunların hansı birinci olur? Gözünün acısını yaşayır müəllimə deyir İndi öncə. gözünün acısını yaşayır, sonra Ay olduğu yeri. qalmış da tutur ki, Allah da sənin canını alsın mənim gözüm çıxartdığına görə. Amma Deməli, həm də peşmançılıq çəkir. Təpəgözün peşmançılığı var. Deyir, heç icidə verməsin Tanrı bu günü. Öz canı ağrıyır. Orada deyir ki, heç icidə deyir, yəni Tanrı bu günü verməsin. Təpəgöz deyir. amma sonra Ya, Təpəgöz lap axırda müəllim peşmançılığı da çəkir də. Deyir ki, mən çox bəli. qızlar yemişəm, çox cavanları yemişəm. Deməli, Təpəgözdən aman istəyir burada. Üzürlü sayın, Basatdan aman istəyir Təpəgöz. Basatdan aman istəyəndə Təpəgöz nə cavab verir orada? Basat nə cavab verir orada? Sadiqə müəllimə açın da deyin bu hissəni. Basat nə cavab verir aman istəyəndə? Nə deyir? Deyirsən, nə eləmisən? Sadiqə müəllimə yoxdur şey. Deməli, Yo, müəllimə buradayam. Əlimi hə, burada açamadım ona hə, görə. hə, Müəllimə orada Basatdan aman istəyəndə artıq Basat deyir ki, yox da. Çünki sən mən deyir atama ağlar qoymusan, anamı deyir sızlar qoymusan, deyir gəlini dul qoymusan, uşaqlarını yetim qoymusan. Yəni deyir aha, artıq mən səndən deyir, yəni güzəşt eləyə bilmərəm də, yəni. aha. Bəli, yəni bəli, deyir ki, Qıyan Səlcuq qardaşının öldürməsini deyir. Bəli. Yəni Belə deyir, şey mən sənin dərsdə, bəli. yəni aman verirdilər, amma burada Basat aman vermir, Təpəgözü öldürür. Bəli. Deməli, Qazan xan əslində qaçanı qovmur, Qazan xan. Aman istəyənə aman verir. Amma Təpəgöz burada aman vermir. Çünki qardaşını öldürmüşdü də, yəni keçmir ona. Yaxşı. İndi bu Basatın sızıltısı var da, burada Basat sızıldayır, Basatın sızıltısı deməyək, Təpəgözün sızıltısı. Sadiqə müəllimə, Təpəgöz orada peşmançılığını dilə gətirir. Oranı bir dənə bizim açar sözlərlə deyin. Nə deyir orada? Mən Peşmançılığı orada necə dilə gətirir? ağsaqqal qocaları deyə ağlatmışam. Ondan deyir Aha, qarğışı tutub məni. Ağbirçək qadınları deyir ağlatmışam. Onların da deyir göz yaşı tutub məni. Ağlamaq sözündən göz yaşı kimi, məsələn, açar söz kimi yadımızda saxlaya bilərik. Deyir hələ buğu deyir tərləməmiş cavanları deyir mən onları yemişəm. Deyir onların da deyir qarğışları məni tutub. Sonra deyir ki, qızları var. Əlləri xınalı qızları deyir. Mən onları da yemişəm. Deyir, səhv eləmirəmsə orada belə bir söz deyibdi. Qarışları, o qarğışdır müəllimə. Qarğışları tutub mən. Yəqin ki, onu demək istəyir. deməli, bu yeri tərləmiş cavanları çox yemişəm. Yəni o Cavanlıqları tutdu oğuzları, deyir, ola qarşıları biləcək. nəzərdə tutub deyirik. Deyir ki, Əlləri əlləri düz xınalı deyir, o da bir qızcığazları çox oğuzları. yemişəm. Ovucları, qarışları deyir. Tutdu ola. Qarışları. Nəsə də ovucları, qarış. Bunu deyir ola bilsin. Bildiniz müəllimə? Mən də Qarıları demək istəyirəm ya müəllimə orada qarış sözü qarğış kimidir, yoxsa qarış yox, ovucla qarışı verirsə, yaxın mənalı söz kimi verib də onu orada. O əli Ovuc, xınalı nəzərdə tutur ki, əlləri bəli. xınalı olur. O da əl mənasında əli qarışı belə deyir. Əli qarşı o məna, yaxın mənalı sözdür. Elə bir el oba, o mənada verir, bəli. Bəli, bildim, Deməli, bildim. bəli, əlləri xınalı qızları, cavan oğlanları, bığı tərləməmiş cavan oğlanları, ağ birçəkli qarıları, ağsaqqallı qocaları, bəli, bunların hamısını, yəni övladların, yəni ağlar günə qoymuşdu da onları. Ona görə, yəni Aslında yenə də müəllim orada gözünü deyir ki, mənim gözüm deyir, yenə göynüyür, ağrıyır deyir. Allah deyir bu ağrını heç kimə göstərməsin. bəli, peşman olur. Təpəgöz peşman olur müəllimlər. Bəli. Təpəgöz peşman olur. Bəli, peşman olur və Təpəgözün boynunu Basat hansı qılıncla vurur müəllimlər? Müəllimə, o Hansı elə Təpəgözün öz qılıncı idi. Çünki Basatın öz qılıncı, qılıncı? o qınsız qılıncı şey eləyəndə orada iki yerə parçalanıb düşür yerə. Ona görə də Təpəgözün qılıncı idi. Bəli. Onun başını hara gətirir? Nəyin qarşı qabağına gətirir? Elə Ümumiyyətlə həmin o mağaranın qapısına, hansı ki bayaq mağaranın qapısına. Bəli, mağaranın qapısına. Oğuz elinə kim gedir muştuluğa? Oğuz elinə. Oradakı o yemək bişirənlər.
Yemək bunlu Bəs qoday. Çapar gedir müəllimə, çapar gətirir xəbəri. Aruzay Oğuz Yox, elinə, müəllimə, Oğuz elinə şeydir, bunlu qoca ilə yapaqlı qoca Aruza bəli, çapar aparır. O ikisi bəli, fərqli. Arzu çapar aparır. Bəli, Bəli, düz bəli. deyirəm. Arzu çapar aparır. Bəli. Sonra artıq Oğuz igidləri hara yığışırlar? Bu Sallaxana qayasına yığışırlar, yoxsa gedirlər öz məskənlərinə burada? Mən yox, gedirlər Salaxanıya. Hamısı yığışır ora. Bəli, yəni hamısı burada gəlirlər də, buranı təsvir edirlər bizə. Bəli. Deməli, Dədə Qorqudun biz burada öyüd nəsihətləri ilə rastlaşırıq sonda. Dədə Qorqud. Bəli, bəli. Ən axırda öyüd nəsihət verir. Aha. Dədə Qorqud da gəlir burada, şadlıq havası çalırlar. Yoxsa dua eləyir. Bəli, gəlir də dua eləyir, yəni öyüd O nəsihət belə öyüd deyək. nəsihət burada yoxdur da ona görə deyirəm ki, ancaq şey var. Niyə müəllimə Deyir öyüd ki, nəsihət var da? deyir ki, ay müəllimə, deyir ki, Qaradağa yetəndə sən keçid versin. Var da öyüd Aşqın nəsihət. daşqın sular keçəsən, keçid versin. Bəs bu nədir? Yəni alqışlatdır da, belə deyək, alqış. Alqışdır da müəllim. Əslində öyüd nəsihəti əvvəldə var, yəni orada verir, basada nəsihət verir əvvəldə. Nə deyir? Deyir ki, sən deyir adamların içərisində olmalısan. Sənin deyir heyvanla nə işin var orada deyir. Ola belə bir. Yəni Sonra axıl igidlik də deyir. müəllimə. Bəli. Bəli. Aha, yaxşı. Bəsdir, kifayətdir müəllimlər. Bu günlük yəni mənə elə gəlib bəs edir. Qaldı Uruz gələn dərsə artıq Uruz gələn dərsə inşallah götürürsünüz Uruzu. Bir də deməli Dədə Qorqud dastanındakı bütün testləri gələn dərsə işləyirsiniz. Yenə sual-cavab edəcəyik. Həm də saytda sınaq var. Onu da işləyirsiniz Dədə Qorqudla bağlı. Onu da işləyirsiniz. Test toplularını da yazacağam. Hansını işləmək lazımdır. Saytda da izahlar var hamısını. Gələn dəstədə həm də suallara baxacağam. Kimin yenə nəsə problemi olsa onlara da baxacaq müəllimlər.